İşğaldan azad olunan ərazilərdə sürətlə həyata keçirilən bərpa işləri böyük qayıdışı da təbii ki, sürətləndirir. Ötən il avqustun 26-sında tamamilə azadlığına qovuşan Laçın şəhərinə çox qısa müddətdə həyatın qayıtması regionun lider dövlətinin qüdrətini və əzmini bir daha nümayiş etdirdi. Bugün Laçın şəhərinin yeni siması müstəqillimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. Müstəqilliyin 105-ci il dönümündə Prezident İlham Əliyevin Laçında rayon sakinləri ilə görüşündə səsləndirdiyi bu fikirlər Azərbaycanın yerindən qurma və təhlükəsizliyi əsas prinsip kimi müəyyən etməsinə işarədir. Qarabağın və Şərqi Zəngəzurun müasir arxitekturaya uyğun bərpası sürətlənir. Laçına böyük qayıdış başlayıb. Artıq 20 ailə Laçın şəhərinə köçürülür. İlin sonuna dək daha 764 ailənin Laçına qayıdışı gözlənilir. Prezident İlham Əliyev Laçınlılarla görüşdə hazırda Qarabağ iqtisadi rayonundakı separatçı qalıqlarına sərt xəbərdarlıq etdi. Aprelin 23-də sərhəddə qoyulan sərhəd buraxılış məntəqəsi bugün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Onlar əfsuslar olsun ki, bugünə qədər kiməsə arxalanırlar. Ki kimsə gələcək, onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyətdir. Hələ 44 günlük müharibədən əvvəl rəsmi Bakının səbri ilə oynayan separatçılar Azərbaycanın sərt cavabından sonra darmadağın edildi. Müharibədən sonra Rusiya sülhməramların arxasına sığınan və yenidən fəallaşmağa çalışan separatçılar hər təxribatdan sonra qarşılarında Azərbaycan ordusunu gördülər. Ötən ay Laçında sərhəd buraxılış məntəqəsinin qurulması isə Azərbaycanı parçalamaq xülyasına düşən ünsürlərin arzularını bir dəfəli ürəyinə qoydu. Onlara bir də deyirəm ki, sizin kitabınız bağlandı, Miatsum kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik hülyası statusun dalınca getdi. Biz sadəcə olaraq dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bugün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Rüstəm Mikayılzadə, Rauf Məmmədov, ASTV Xəbər.